Bismillahirrahmanirrahim. Elhamdülillah vaxtə və salatu və salamu alə mən lə nəbiyyə bədə əmə bəd. Selamu aleykum və rəhmətullah və bərəkatuhu. Aleykümselam ve rahmetullah. Elhamdülillah qardaşlar, bugün artıq 25-ci günün iftarı idi. Elhamdülillah Allah qəbul eləsin və adam bir yandan narahatdır, həyəcanlanır ki artıq Ramazan bitir və çox tez keçdi bu ay. Və ümumiyyətlə həyat da belədir. Həyat da çox qıssadır. İnsan gərək hər bir şeyi çatdıra. Və elhamdülillah bu ay bərəkətlə doludur və hələ kifayətdir ki, iftar məclisi ən əfsəl süfrədir, iftar məclisi. Lakin yaddan çıxarmaq lazım deyil ki, iftara hazırlayanlar var. Qadınlarımız, analarımız, bacılarımız, yoldaşlarımız. Onlar da savab qazanır. Biz gəlib ancaq yeyirik, gedirik. Ona görə o hədis ki, Peyğəmbər sallallahu aleyhi ve sellem deyir ki, kim oruç tutana yemək versə, iftar versə, oruç tutanın tutduğu oruc nə qədər savab qazanır, o adama gedir. Burada bir dənə o kim ki pul buraxıb, ona aid deyil. Həmçinin o xörəyi kim alıb gətirib, həmçinin o xörəyi kim pişirib. Onlara da aid. Ona görə qardaşlar, yəni şəriətimiz elhamdülillah rəhimlidir insanlara qarşı, adildir. Çağırır xeyrə, zərərdən çəkindirir. Elhamdülillah hamısına savab verib. Həmçinin qadınlara da. Və həmçinin qardaşlar, nəinki biz danışırıq həmişə iftardan, bəli. Həmçinin yaddan çıxarmaq lazımdır ki, suhur da var. Sadəcə sual verə bilərsən ki, suhur da iftar kimi fəzilətlidir, cavab bəli. Hətta bəzi alimlər deyirlər ki, suhur iftardan daha üstündür. Suhur iftardan daha üstündür. Və təsəvvür ki, o qadın ki, məsələn, gecədən qalxır, yemək pişirir. Suhura, sən ibadət eləməyə səni hazırlaşdırır. Və məsələn, fikir versən hədislərə, suhur barədə gəlib hədislər. Peyğəmbər sallallahu aleyhi ve sellem sahabələr deyir, Peyğəmbər sallallahu aleyhi ve sellem bizimlə suhur etdi. Peyğəmbər sallallahu aleyhi ve sellem buyurur ki, suhur edin, suhur etməkdə bərəkət var. Suhur üçün gəlib ayrıca. Həmçinin suhur iftardan nədə fərqlənir? Suhur başlanğıcdır. İftar sondur. Suhur başlanğıcdır. Ona görə suhura münasibət, sonu münasibətdən fərqlidir. Ona görə üstünlüyü var. Həmçinin də suhurdan sonra, suhurla bərabər nə var? Fəcr namazı. Səhər zikirləri. Və bu özü ayrıca fəzilətdir, suhuru fəzilətləndirir. Və həmçinin də qadınlar da suhurda da hazırlayırlarsa savab qazanırlar. Və elhamdülillah indi az qalıb, az günlər qalıb. Allah bizim oruçlarımızı qəbul etsin. Allah xalqımıza hidayət versin. Allah müsəlmanlara kömək olsun. Allah bizi dində sabit etsin. Allah bizə eşli faydalardan etsin. Allah qardaşımızın da bu iftarını qəbul etsin, savabını, əcrin. Allah şifəsinə bərəkət versin. Və selamu aleykum.